Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verişi efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı hər birinizi salamlayıram. Bugün xüsusi bir qonağım var. Şəfanın mətbuat xidmətinin rəhbəri Heybət müəllim. Heybət bəy, xoş gəlmisiniz. Xoş gördük. Səbəbi bir sual vermək istəyirəm. Bütün oyunlara baxırsınızmı? İşlərimizin yəni gün ərzində işlərimiz çox olur. Axşam oyunlarının belə desək səhərə olan hissəsinə bəzən yuxusuzluq səbəbindən baxa bilmirik, amma çalışıram mümkün qədər səhər duranda da oyunları geniş formatda, icmal deməyək, daha geniş izləyək, nəticələr, hesablar, xəbərlərdən məlumatlı olaq. Bu gün artıq 3-cü tura yekun vurulur. Dünən daha 6 qarşılaşma keçirildi. Bu gün də 6 qarşılaşma keçirilərək qrup mərhələsinin oyunları başa çatacaq və növbəti gündən bizi artıq play-off'un oyunları gözləyir. Biz başlayaq günün əsas qarşılaşmasından. Fransa Norveçi 4-1 hesabı ilə məğlub etdi. Əslində Fransanın favorit olduğu bəlli idi, amma Norveçin belə heyətdən çıxıb oyunçularına istirahət verəcəyi gözlənilmirdi. Belə desək, Norveçin ümumiyyətlə fikirləşməzdim ki, belə, yəni Norveç elə bir komandadır ki, həmişə sona qədər mübarizə aparıb, döyüşüb. Sadəcə onların belə bir təslim edən ümumiyyətlə bu oyuna ciddi yanaşmadılar, yəni mübarizə aparmaq istəmədilər. Və Fransa isə həmişə kimi əsas heyətlə mübariz komanda oynadı. Fransanın hətta belə desək, heyəti də elədi ki, onların ikinci heyət anlayışı da yoxdur. Amma belə desək, gözləməzdim Norveç ən azından oyunu maraqlaya bilərdi, publika azarkeşlərsin. Hətta belə desək, əsas oyuncularını əvəz etmədən belə meydan Haaland'ı və digər Sörlot'dur, Musadır, onları meydana ümumiyyətlə buraxmadı. Bəlkə də İsveçə rəqib olmaq istəmirdilər. Yəni onlar hesab verirsə, yəni ki, artıq Fransa İsveçlə oynayacaq 16-1 final mərhələsində. Norveçə isə fil dişi sahilə düşdü və indi bilmirəm, indi bəlkə də özlərinin istəyidir, bəlkə də güclərini qorumaq üçün bir addım idi. Çünki hava da onlara uyğun əlverişli deyil, soyuq iqlimdən isti iqlimə düşüblər. Fransalı futbolçular müəyyən qədər öyrəşiblər beləsə şəraitə, amma Norveç ümumiyyətlə müqavimət ikinci heyəti yoxladı, sadəcə uşaq bacarıqlarını yoxladı. Fransa isə elə Dembele belə desək özünü göstərmək, biraz çətin mövsüm keçirmişdi, zədələr və digər problemləri var idi və özünü göstərmək baxımından fürsət idi, göstərdi və ikinci hissədə isə artıq hiss olundu ki, Norveç, Fransa biraz artıq gücünü, nəticə bəlli olduğu üçün oyuna ciddi yanaşmırdı. Ona görə Norveç futbolçular müəyyən imkanlar qazandı, amma onları da qola çevirə bilmədilər. Onunla belə Fransa millisi İsveçə rəqib oldu. Norveç isə fil dişi sahilə oynayacaq. Maraqlı bir cütdədir. Yəni onlara sonra danışmaq olar, amma məncə Norveç özü İsveçə rəqib olmaq istəmirdi. Mbappe bugün bu oyunda qol vura bilmədi. Dembele amma 32 dəqiqə səhv eləmirəmsə o hat-trick elədi. Ümumiyyətlə bir çoxları Fransanı bu mundialın birbaşa qalibi hesab edirlər, favorit, əsas namizəd hesab edirlər. Sən necə düşünürsən, Fransa belə oyundan dünya çempionu ola bilərmi? Fransa 2018-ci ildən bəri bütün turnirlərin favoritidir. Yəni bu 2018-ci il mundialda o zaman heyət bu qədər gənc deyildi, təcrübəli futbolçular da var idi, qarşı və bugün Fransa millisinin heyətinə baxan zaman oyuncuları bəzən hansı mövqeyə düzəcəyini, yəni dediyi Deşamın işi çox çətindir. Düzdür, artıq bilir, futbolçulara bələddir. Sadəcə insan baxır ki, kimi necə, hansı mövqedə oynadaq, nə edək, kim ehtiyatda otursun, rotasiyası. Yəni həqiqətən çox böyük imkanlara sahibdir. Komandanın ehtiyat qüvvəsi də çox güclüdür və belə desək, bu turnirdəki oyunları da göstərdi və futbolçuların formada olması da göstərir ki, deyirsən, finala əsas namizədlərdən biri Fransadır. Biz keçən növbəti oyuna Senegal İraqı 5-0 hesabı ilə darmadağın etdi. Bəli, gözlənilən idi. Senegal 3 xala malikdir hazırda, çünki gol ehtiyatını çoxaltmağa çalışırdı. Senegal Fransaya 3-1, Norveçə 3-2 hesabı ilə məğlub olmuşdu. -3 averajı var idi və bundan da müsbətə çevirdi top fərqi. İndi gözləyirlər ki, son 3 qrupda oyunların nəticəsindən asılı olaraq ilk 8-liyə düşə biləcəklər, yoxsa yox. Çox çətin bir məsələdir. Kongo növbəti oyunda Özbəkistana uduzmalıdır ki, Senegal 3 xalla ən yaxşı 8-liyə düşə bilsin.
Oyun haqqında xüsusi danışmağa gərək yoxdur. Çünki birbaşa Seneqalın üstünlüyü ilə keçdi. İraq ümumiyyətlə müqavimət göstərə bilmədi. İraq yəni başlayan kimi onun oyununu belə ilk goldan sonra azlıqda da qaldılar. Müəyyən qədər müqavimət göstərdilər. Sadəcə ikinci hissəyə qədər bu proses belə desək bunu bacardılar. Xüsusilə mən qeyd etmək istədim, Seneqal millisinin futbolçuları həqiqətən bu komandanın bəlkə də bəxti gətirməmişdi. Belə desək, həm Fransa, həm Norveç ilə ümumiyyətlə oyunları da pis alınmamışdı. Sadəcə onlar gözlərini göstərmək üçün fürsət axtardılar və ikinci hissədə onlar hətta belə desək, İraq millisi yəni ikinci topu buraxana qədər nizamlı, intizamla müdafiə olunurdular və artıq ikinci topdan sonra onların belə desək, ümidləri qırıldı. Xüsusilə mən Papa Gueye'nin adını qeyd etmək istəyirəm. Meydana girərkən oyunun taleyini dəyişdi. Mərkəzdən, uzaqdan belə desək, vurulan mərkəz xəttinə bütün oyunu dəyişdi Seneqal millisində və elə qısa zamanda belə desək 12 dəqiqə qol dubl etmə 57-ci dəqiqədə meydana daxil oldu. 59-a ilk qolu vurdu, 72-ci dəqiqədə dubl etdi. Həqiqətən də sonra da sonda assist müəllifi oldu. Yəni bütün oyunun taleyini bir dəyişdi və Seneqal üçün belə müəyyən qədər üstünlük yaradıb, üçüncü ümidlər yaradıb, amma indi onu məncə bu günün sonunda, yəni bu oyun gününün sonunda biləcək ki, necə olacaq. Keçək digər qrupun oyunlarına. İspaniya Uruqvay ilə qarşılaşdı. Günün ən maraqlı qarşılaşmalarından biri hesab olunurdu. Amma maraqlı keçmədi. O qədər maraqlı keçmədi. Həqiqətən keçmədi. Həqiqətən gözlənti böyük idi. Çünki Uruqvay millisinin qələbə qazanmaqdan başqa yolu yox idi. Üstə gəldi İspaniya millisinə də elə istər-istəməz qələbə lazım idi komanda olaraq. Amma çox həm İspaniya millisi ehtiyatlı yanaşdı, çünki Uruqvaya qələbə lazım idi. Uruqvay da çalışırdı ki, nəsə etsin, amma rəqib İspaniya millisi olanda sənin işin elə asan olurdu. Muslera'nın kobud səhvindən İspaniya qol vurdu. Yəni bütün sosial şəbəkələr bar-bar bağırır ki, Muslera Uruqvayı məhv elədi. Məncə o epizod həmin anda top, indi hamımız bilirik, top qapısının qarşısında yerə düşürsə, artıq qapısının şansı azalır. Çox azalır. Muslera nə qədər təcrübəli olsa, bəlkə də orada başqa bir qapıcı olsaydı, bəlkə eyni səhv olacaqdı. Yəni mən həmin ana diqqətlə baxdım. Muslera'nı biz tanıyırıq, onun sıçrayışları, yəni uzun illər yüksək formada çıxış edib. Yalnız yaxın keçmişdə artıq o Cənubi Amerikaya üst tutdu. Mən inanmıram ki, yəni onun yerində eyni başqa bir qapıcı olsaydı o səhvi yəni eləməzdi filan. Yəni ola bilər, təkrarlana bilərdi. Çünki sıçrayış top anında onun qarşısına düşəndə artıq istiqamətini dəyişmişdi. Marcelo Bielsa artıq yenə milli komandada işləyə bilmədiyini göstərdi. Argentina millisinin də yaxşı bir nəsli var idi. Həmin nəsildə nəticə göstərə bilməmişdi. İndi də Uruqvay ilə çox yaxşı komanda var Uruqvayda. Bəlkə də indi qapı zəifdir, ola bilər biraz. O da Muslera son artıq akordları idi. Dəyişə bilərdi əslində Muslera. Əslində başqa cavan bir qapıcı var idi, onu oynadırdı. Sonradan dəyişdi, Muslera'nı salmağa başladı. Bir sözlə Marcelo Bielsa yenə yaxşı bir komandanı məhv elədi. Yenə də qrupda saxladı. Məncə bu mütəxəssis klub məşqçisidir. Yəni milli komanda baş məşqçisi işləyə bilmir. Və İspaniya belə oyunla, belə bir zəif qrupda sonuncu turda liderliyi təmin etdi. Yəni əslində biz gözləyirdik ki, ilk iki oyunda 6 xal qazanıb növbəti mərhələni rahatlıqla təmin etsin. Qrupda vəziyyət elə idi ki, orada bilinmirdi, hamı birinci oldu. Sadəcə qələbəni qazanan İspaniya millisidir. Digərlər heç bir qələbə qazanmır ümumiyyətlə. Yəni Capo Verde belə. Yəni İspaniya millisi hətta boynu uzatsaydı belə liderliyi verməyəcəkdi. Bəli. Keçək Capo Verde'yə. Capo Verde Səudi Ərəbistandan 0-0 elədi və ilk dəfə dünya çempionatına qatılırsan, ilk dəfə 2016-da bir final mərhələsində vəsqə qazanırsansa, bu böyük bir uğurdur. Artıq bu milli komandanın futbolçularını növbəti nəticələrə kimi qəhrəman elan etmək olar həqiqətən. Capo Verde gözlənilmirdi, yəni ki, ümumiyyətlə dünya çempionatına qatılmaqları gözlənilmirdi. Mən dünənəm Muharrem Zeker də qonağımız olanda da Qarabağ Əvəzli komandasının qapıçılar üzrə məşqçisi
Ona da bildirdim ki, mənə görə Capo Verde'nin ən yaxşı oyunçusu Leandro Andrade'dir ki, o da millidə yoxdur. Çünki bu il performansı Qarabağda 8-də 1 plan mərhələsinə qədər, playoff mərhələsinə qədər vəsqə qazanmışdılar. Çox Ryan Mendes var. Bəzi futbolçular Portuqaliya 1-ci liqasında, yəni əsas liqasında və yaxud da ki, o da orta bax klublarda, yəni Premier Liqada qalmağa çalışan komandalarda mübarizə aparırlar. Belə Capo Verde'nin növbəti mərdəki rəqibi də Argentina millisidir. Bəli. Təbrik eləmək olar. Onun üçün bir tarixi şansdır. Yəni bu artıq böyük bir səhnədir. İndi növbəti dəfə və üzərində heç bir təzyiq yoxdur, tələb yoxdur. Bu məqamda indi Argentinaya problem yarada bilərlərmi? Üstə gəldi Argentina millisinin də növbəti mərhələyə çıxmasını istəməyən insanlar var. Başqa ölkənin azarkeşləri var, amma maraqlı olacaq ki, onlar... Mən əminliklə deyə bilərəm ki, Portuqaliyalı bütün mütəxəssislər Capo Verde'yə öz taktiki gedişlərini izah edəcəklər, öyrədəcəklər ki, Argentinaya qarşı nəsiləsində... Məncə ehtiyac da yoxdur. Onlar hansı məlumdur ki, hansı üslubda oynayacaqlar, qapanacaqlar. Yəni orada artıq yenə... Bəlkə Uruguaya qarşı oynadığı kimi oynasa... İspaniya millisinə qarşı oynasa. Həm də İspaniya millisinə qarşı oynadığı kimi oynasa. İspaniyada sırf müdafiə olunurdu, amma Uruguayla oyunda hücuma daxil. İndi vəziyyət fərqlidir. Yəni Capo Verde də bilirsiniz də Argentina, Portuqaliya müstəmləkəsidir. Yəni əlbəttə ki, Portuqal bütün demək olar ki, orada oynayan futbolçuların 90% ya Portuqaliyada doğulub, ya da tərsinəsi. Belə bir dənə maraqlı bir məsələ var. Capo Verde Futbol Federasiyası məlumat yayıb ki, yəni tələb qoyub ki, bizim adımızı tərcümə edib yaşıl burun adaları deməyin. Bizim adımız elə Capo Verde'dir. Düzdür, tərcüməsi normalda yaşıl burun adaları kimi gedir. Amma yəni federasiya bütün dünya xalqlarına, ölkələrinə müraciət edib ki, bizim adımızı yaşıl burun adaları kimi. Amma Portuqal dilində normalda tərcümə eləsək biz Azərbaycan dilində yaşıl burun adası deməkdir. Nə bilim, belə bir maraqlı bir məlumat var idi. Səudiyyə Ərəbistanı yenə qrupda qaldı. Komandanın qrupdan çıxdığın, yəni mən ötən mundialda qrupda qalmışlar, səhv eləmirəmsə. Yenə qalmışlar. Argentina məğlub etsələr belə qrupda qalmışdılar. Hansı dünya çempionatına baxıram, Səudiyyə Ərəbistanı var, amma heç vaxt qrupdan çıxa bilmirlər. Ki, bəlkə də qrupda qalan ən bahalı və varlı futbolçulara sahib komandalardır. Yəni Türkiyə millisi də bura aiddir. Və Türkiyə millisi ilə Səudiyyə Ərəbistanı futbolçuları kifayət qədər yüksək məvaziblər alırlar, kifayət şəraitdə oynayırlar. Səudiyyə Ərəbistanı çempionatı inkişaf edib, amma bu komandaya, milli komandaya təsir eləmir. Belə yəqin ki, onlar da bizimkilər kimi fikirləşirlər ki, çempionatımız yaxşı olsun, milli yaxşı olması da olar. Misir-İran qarşılaşması gecənin ən haqsızlıq olunan oyunlarından biri oldu. Düzdür, indi orada millimetrlər söhbəti var, bilmirəm. Ya, offside. Yəni, offside idi mi, yoxsa yox? Məncə offside deyildi. Ola bilər ki, yəni, offside kimi görsənirdi, amma məncə deyildi. Çiyin var idi bu. Bilmirəm, yəni... Ayaqla var, ayağın, sağ ayaqqabısının ucu belki öndə idi və məncə Wengerin offside qaydası tətbiq eləmək istədiyi offside qaydası deyəsən belə məqamda bir tərəfdən yerinə düşə bilər. Çünki o deyir ki, əgər hücumda olan futbolçu tam öndə olarsa offside sayılsın, onun təklifi odur. O məsələ hələ də müzakirədə. Açığı da yəni ki, bu yarışı deyir ki, atletika yarışı deyir ki, qaçış üzrə, yəni 100 metrədə və yaxud da ki 500 metrədə çiyini qabaqda olanda, ayağı qabaqda olanda qalib hesab olunsun. Bu futbolda mübarizədir, biraz qabaqda olub, biraz arxada olub. Yəni amma belə baxanda Misirli futbolçuların da haqqına girmək olmaz. Yəni onlar da bu çempionatda yaxşı oynadılar, döyüşdülər, yaxşı heyətdə yəni İran qalib gəlsəydi, onsuz Misir avtomatik 4-cü kimi çıxırdı. Yəni sadəcə Misir komandası, yəni belə o oyunda demirəm, yəni İran futbolçuları əzmkar döyüşdülər, yəni əllərindən gələn etdilər. Yəni elə bir nəticə alındı. Yəni bunu belə desək, hansısa bir faciə də deyil, amma Misir futbolçularını da kiçiltmək olmaz. Yəni ki, indi İran da gözləməlidir ki, Özbəkistan qalib gəlsin. O da çətin görünür. O da çətin görsənir. Ya da ki, Əlcəzair uduzsun. Əlcəzairin uduzmağı gözləniləndir. Avstriya. İran, belə desək, millisi hal-hazırda
ən yaxşı 3-cü sıra sırasında 6-cı yerdədir. Bəli, 6-cıdır. Top fərqi Əlcəzair Avstriyaya məğlub olsa, böyük ehtimal İran 3 xaldı 8 xal. Senegal qalacaq. Qrupda İran çıxacaq. Çünki heç birində uduzmuyub. Amma bir dənə məsələ var ki, Heybət, problem elə İranın özündədir də. Yəni sən Yeni Zelandiya 2-2 edirsənsə, axırda gəlib sən. Amma məncə bu qrupda belə desək, Belçikanın çıxmaq şərti ilə digər komandalar Yeni Zelandiya döyüşdü. Yəni həm Misrə qarşı, həm İrana qarşı. Belçikanın oyunda isə onların yəni ümumiyyətlə heç etmə imkanları yox, ustalıq səviyyəsi fərqli idi. Çünki Belçikan futbolçularına da bilirsiniz, top fərqi lazım idi lider kimi çıxmaq üçün. Onlar hətta son belə desək, saniyə kimi, son dəqiqəyə kimi əllərindən nə gəlir elədilər və bunu bacardılar. Yəni onlar bir top az yəni ki 5 top vurmaqla liderliyində qazanılır. Ümumiyyətlə Belçika futbolçuları, ümumiyyətlə komandalar çox yaxşıdır. Trossard, Lukaku, De Bruyne kimi futbolçular çox təcrübəlidirlər və onlar üçün sonuncu mundialdır və əllərindən gələni eləyirlər ki, belə desək, uğur qazansınlar və bu oyun da onlara göstərdi ki, bu oyun bəlkə onlar üçün özlərini sübut eləmək, inam, güclərini əmin olmaq üçün oyun idi və belə desək, bu qədər dəqiqliklə də top fərqini yaratmaq hər komandanın işi deyil. Yəni bunlara ən azı 4-5 top lazım idi və onlara da vurdular. Belçikada ümumiyyətlə bundan qabaqki nəsildə, indiki nəsildə son 20 ilin deyək də nəsli çox yaxşı nəsildir. Amma yəni mən düşünürəm ki, orada federasiyada problem var ki, baş məşqçi problemləri yaşanır. Baş məşqçi problemlərinin yaşanmanın da səbəbi federasiya olur ki, seçimdə səhv edirlər ki, və Roberto Martinezə nə qədər vaxt verdilər, daha tez qərar qəbul edə bilərdilər, göndərə bilərdilər. Böyük bir nəsli məhv elədi demək ki, Roberto Martinez. Ümid edir ki, Portuqaliya ilə belə bir uğursuzluğa düçar olmaz. Biz oyunları bitirdik və bugünkü oyunlara keçək. Panama İngiltərə. Panama bu oyunda bir xal qazana bilər. Yəni mən düşünürəm ki, İngiltərə millisi, hətta ehtiyat qüvvəsi belə Panamadan üstündür. Təbii ki, amma Panama turnirdə qol vurmayan yeganə komandadır. 47 komanda qol vurub vaxta kimi və yalnız onlar qalıb. Panama futbolçuları indi çalışacaqlar ki, qol vursunlar, yəni qolsuz tərk eləməsinlər. Hətta onların keçən dünya çempionatında da ilk qollarını İngiltərə millisinə vurmuşlar. Yalnızca sevincləri də yerə göyə sığmırdı. Amma mən inanmıram ki, İngiltərəli futbolçular belə desək, oyunu əldən versinlər. Qrup lideri olmaqdır. Həm qrup lideri olmaq, onsuz da heç bu komandanın qrup lideri edir. Ümumiyyətlə İngiltərə millisinin heyəti hal-hazırda elə bir komplekt komanda var ki, düz ulduzlar yoxdur, amma onların səviyyəli oyun edir ki, belə desək, Qana ilə məsələ məlumdur. Yəni Qana güclü komanda idi. Və Xorvatiyanın oyunu da göstərir ki, İngiltərə millisi ilə zarafat eləmək olmaz. Yəni onların hətta ehtiyat qüvvəsi də məncə kifayət qədər çalışqan, döyüşkən futbolçulardır, özlərini sübut eləmək. Hətta ikinci heyətlə belə oynasaydılar, əvəzedici heyətlə oynasalar, yəni onlar da özlərini sübut eləməyə çalışacaqlar. Məncə Tuchel Xorvatiyanı məğlub edəndən sonra, yəni futbolçular dedi ki, artıq heç eləyin, istirahət edin bəsdir. Qrup lideri təmin olunur. Yəni Panama ilə oyunda da maksimum bir dənə top vurub sakit dayana bilərlər. Yəni Qana Xorvatiya da maraqlıdır. Heç olub təcrübə oyun. Yəni böyük ehtimal heç-heçədir. O da ola bilər. Yəni tərəflər hər ikisi güc xərcləməyəcəklər. Bəlkə Qananın qrup Xorvatiya qələbə qazanmaq istəyər, amma yəni bu onların bir xal hər komandaya rəqiblərə əsasən də ola bilər. Kimsə kimləsə oynamaq istəməz falan, o təsir edə bilər, amma bütövlükdə hücuma atılıb Qana kimi komanda ilə əks hücuma yaxalanmaqdansa heç-heçəyə oynamaq Xorvatiya millisi üçün daha sərfəli və daha idealdır. Üçüncü olaraq çıxmaqdan ötürü. Məncə Xorvatiya millisi üçün də yəni ki, bu indiki dövrdə, indiki heyətlə düzdür, onlar həmişə yaxşı futbolçular olur və indiki səviyyədə Modric və digər futbolçular, bəzi futbolçular var ki, onlar üçün də bəlkə də sonuncu mundialdır, yəni sonuncu şanslardır. Ona görə çalışacaqlar ki, risk etməsinlər və bu heç də ola bilər, ancaq qələbə də qazanıb öz talihlərini özləri müəyyənləşdirə bilərlər.
Günün ən lazımlı olmayan oyunlarından biri Kongo-Özbəkistan qarşılaşmasıdır. Bu məncə Kongoya lazımdır. Kongoya, yəni Amma Kongo üçün Özbəkistan üçün də deyim ki, prinsipial oyundur. İki dünya çempionu. xal qazanmaq istəyirlər, Xal və qələbə qazanmaq istəyirlər. Yəni biz Amma yəni bilirik ki, Kongo belə həm Kolumbiyaya qarşı yaxşı oynadı, həm də Portuqaliyaya qarşı çox yaxşı qarşılaşma sərgilədi, oyun sərgilədi. Yəni Kongoda çıxmaq istəyər, çünki o komanda ilə neçə oyundur, neçə verişdi deyirəm. Sanki balaca bir championshiplə və yaxud da Premier Liqanın qarşı bir komandadır. çox yaxşı komandadır, yaxşı futbolçulara sahibdirlər. Hücum xətti əladır. Portuqaliyanın oyunda da özlərini göstərmişlər. Kolumbiyanın oyunda da və onlar üçün məncə Özbəkistanı məğlub etmək təcrübə baxımından yəni daha real görünür. Amma Özbəkistan millisində döyüşəcəyini gözləyirəm. Yəni belə komandalar yəni bəzən ciddi alınmırlar, amma döyüşmək, belə nüfuz, yəni biz türklərin adəti var, yəni bəzən qapını çırpıb getmək. Yəni Bəli. gözləmək olar ki, həm də onlar üçün bu qələbə tarixi ola bilər. Növbəti çempionatlar üçün belə ümid, çağırış, yeni nəfəs. Keçən ən maraqla gözlənilən qarşılaşması Portuqaliya-Kolumbiya görüşüdür. Qrup lideri kim olacaq? Bunu bəlli eləyəcək. Sevindirici məqamdır ki, mənim üçün bir Portuqaliya azarkeşi olaraq Portuqaliya ilk dəfə ki, axşam saatlarında, yəni ki, Amerika və yaxud da Meksika və yaxud da Kanada saatı ilə axşam saatlarında oyun oynayacaq. Bundan öncəki qarşılaşmaların hamısı səhər və yaxud da günorta saatlarında olub. Və bu artıq hər iki komandanın normal futbol vaxtında, futbola ideal olan bir vaxtda olduğuna görə normal bir futbol izləyə biləcəyik. Düzdür, Özbəkistanla oyunda komanda 5-0 hesablı qələbə qazansa da Özbəkistan idi də rəqib, yəni Özbəkistanı məğlub etməli idi. İndi əsl Portuqaliyanın gücünü, bir çoxları düşünür ki, İspaniya favoritdir, biz əsl İspaniyanın gücünü hələm görməmişik. Amma bugün əsl Portuqaliyanın gücünü görə bilərik, əsl o kollektiv oyun sərgiləyən, hamının o ağzında, belə deyək də, əlində bayraq elədiyi Portuqaliya bu dünya çempionatının favoritidir. Portuqaliya dünya çempionu ola bilər, çünki onun yarım müdafiə xətti dünyanın ən yaxşısıdır. Sözlərini Portuqaliya bugün isbat etməlidir. Roberto Martins də artıq baş məşqçi keyfiyyətlərini ortaya qoymalıdır. Bir balaca qorxduğum məqam Özbəkistanla oyunda artıq futbolçular bütünlüklə Ronaldoya fokuslanmışlar. Ronaldonu konkret olaraq lider olaraq görürdülər və hər şeyi Ronaldo üçün elədilər. Elə daha çox aralarında Ona qarşı tənqidləri susturmaq üçün. Bəli, aralarında problem olduğu gözlənən Bruno Fernandes 2 yaxşı ötürmə elədi. Bir cərimə zərbəsində, bir də assist. Həm də rəqib artıq ona imkan yaradır. Rəqib də imkan yaradır. Bəli, çünki Kolumbiya millisində heyətində güclü futbolçular var. Kolumbiya millisi hər zaman güclüdür. Hər zaman döyüşən. Mən bu mövsüm favorit, bu mundialda favorit hesab eləmirdim, amma yəni ki, məni yanıltdılar. Çox yaxşı bir komanda formalaşıb. Ağsaqqallarla cavanlardan ibarət bir belə desək, həm də bu qrupun lider olmaq ən yaxşı üçüncülərdən birini oynamaq deməkdir və bu çox vacibdir. Yəni, çox vacibdir və belə desək 16-da 1-də işin biləzmək. İndi düz heç bir dünya çempionatında əgər play-offa çıxırsansa, artıq orada iş asan olmur. Heç bir komandası olmur. Sadəcə nisbətən uyğun rəqiblə qarşılaşa bilərlər. Məncə Portuqaliya millisinin məncə Ronaldo problemi davam edir. Kolumbiyanın oyunda artıq Özbəkistan kimi olmayacaq. Yəni onlar döyüşkəndir və çox yaxşı kollektivdirlər. Əllərindən gələni eləyirlər, bacarırlar. Və hətta mən fikirləşirəm ki, Portuqaliya millisinə problem yaşada bilərlər, qələbə də qazana bilərlər və çox sürətli komandadır. Bəlkə həm də onları gözləmək olar ki, əks hücumda oynayacaqlar 2 nömrə kimi. Çünki Portuqaliyanın millisinin heyəti beləcə Ronaldo'dan başqa digər futbolçular az qala beləcə top oynamaq sevənlərdir. Ronaldo çünki hal-hazırda əvvəlki səviyyəsində deyil, mümkün deyil ki, o cür oyun sərgiləsin, amma yəqin ki, Kolumbiya millisi əks hücumlarda problem yarada bilər. Çünki xüsusilə də Portuqaliya millisinin cinah müdafiəçiləri hücuma əgər müəyyən müddətdən sonra qoşulmaq məcburiyyətində aktiv bir şəkildə qalarlarsa, Kolumbiya millisi üçün belə əla əks hücum variantları ortaya çıxa bilər və bəlkə də bu görüşdə qələbə qazana bilərlər. Hətta onlara belə bir vəziyyətdə turun cədvəlində yenə heçsə də qane edir artıq onları. Ona görə də
Yəni artıq belə deyək, qələbə üçün oynamağa ehtiyacları da yoxdur. Amma rəqibi Portuqaliya millisinə qol vursalar, yəni qolla başlasalar, Portuqaliya millisinin işi çox çətin olacaq. Mən düşünürəm ki, Portuqaliya üçün dünya çempionatı indi başlayır. Yəni əsl bundan sonraki artıq dünya çempionu olmaq istəyirsə, dünya çempionatı Portuqaliya millisi üçün indi başlayır. Və Portuqaliya millisinin üstünlüyü odur ki, Özbəkistanla oyunda yüksək məhsuldarlıq göstərdilər. Yoxsa əks halda indi Kongoda Özbəkistana eyni oxşar hesabla və yaxud da əgər böyük hesabla qalib gəlməsəydilər 3-cü yerdə tutma imkanı və bu nüansdan istifadə edib, yenə deyirəm, dünya çempionu olmaq istəyirlərsə, Ronaldonun yaratdığı problemləri və yaxud da ki, komanda daxili problemləri unutmalıdırlar. Dünya çempionu olmaq istəyirlərsə, belə bir nəsil də birdən navası gələcəyini düşünmürəm. Amma Portuqaliya millisinin mərkəz xətti və Ronaldonun çıxmaq şərtinə digər bütün mövqelər, PSG-nin belə deyək, heyəti, yəni çox güclü futbolçular var. Mendeşin özü, nə bilim, Vitinha, yəni belə futbolçular bəlkə hələm sahib olmaq, ümumiyyətlə bir yerdə olmağı da çox çətin məsələ. PSG-nin də hegemonluğu yaxın bir 4 il ərzində düşünmürəm ki, davam edəcək ki, o futbolçular da mütəmadi olaraq bəlkə də ola bilər. İndi futbolçuların bəzi yaşına baxsaq, məncə bu komanda növbəti 4 ildən sonra daha təcrübəli şəkildə gələ bilərlər. Sadəcə Portuqaliya millisinin problemi hücum xətti ilə bağlı ola bilər. Yəni amma çünki Portuqaliya millisində istənilən həmişə hücum xəttində sırf sonuncu hücumçu məsələsi problemli olub, tarix boyu belə olub. Həmişə də digər meydan oyunçuları yoxdur. Yəni ondan sonra Pauleta var idi. Bəli, müəyyən müddətdən sonra yox idi. Almeida var idi, amma yəni o səviyyədə deyillər. Ronaldo bir müddət, yəni o mövqedə çıxış eləmək məcburiyyətində. Yaxşı bir nöqtəyə gəldin. Hamı deyir ki, Ronaldo problem yaradır. Ronaldo'nu çıxartdıq. Hücuma kim qoyacaq? Gonzalo Ramos. Artıq o bir dəfə özünü sübut edib. Harda? Avropa çempionatında onu da yox, dünya çempionatında bir dəfə ümumiyyətlə o futbolçuya çox şans verilmir. O mənə PSG-də belə ona çox şans verir. Amma oynadığı dəqiqələr ərzində qol vurmaq bacarır. Mən düşünmürəm ki, Gonzalo və Ramos hətta bir xatırlayarsa keçən Qətərdə dünya çempionatında Santuş Ronaldonu ehtiyatda oturub Ramos hat-trick etmişdi həmin oyunda. Amma gəldilər uduzdular. Yəni bu artıq başqa məsələdir komandanın. Yarı finalda uduzdular. Bu dəqiqə üçün yəni o səviyyədə deyil. Düz komandasında dəyişdi deyəsən, mütəmadi oynamaqdan ötürü PSG-dən ayrıldı, getdi. Belə keçək sonuncu oyunlara. Əlcəzair-Avstriya qarşılaşması. Bu Avstriyanın qələbəsi həm Misir üçün, həm də Senegal üçün bir gözlənti mənbəyidir. Bu ayaqdan da onu danışırıq. Böyük ehtimal nə bilim, Əlcəzair qalib. Əlcəzair çox yaxşı komandadır. Yaxşı komandadır, çox yaxşı oyunçuları da var. Bentalev. Avstriyada çox fiziki olaraq güclü komandadır. Yəni maraqlı bir görüş gözləyir bizi. Belə baxanda heç burada da hər iki komandaya kifayət edir. Bilmirəm daha onun hansı variant olar, necə olar. Məncə Avstriya riskə getməz. Çünki indiki vəziyyəti qrup ikincisidir. Bəli. İndiki vəziyyəti qrup ikincisi riskə gedib. Əlcəzair futbolçuları döyüşkəndirlər, çox texnikalılar və hər an hər şey edə bilərlər. Məncə Avstriya millisi riskə getməz. Məncə elə mən əvvəlki dövrlərdən deyirdim, yəni verilişlərdən. Yəni bu mundialda 4 xalı olan komandalar çıxmalıdır qrup üçüncüsü. Yəni onsuz da hələ olur. Yəni bu formatı belə vəziyyətə gətirəndən sonra əlbəttə ki razılaşmalar olacaq. Razılaşmalar deyəndə ki, oyunun artıq mübarizə düşəcək. Yəni komandalar Xorvatiya Qana ilə razılaşma bu artıq başqa mənanı verir. Sadəcə burada artıq komandalar belə desək mübarizə əzmini təsir edir. Ola bilər indi məsəl üçün Əlcəzair futbolçuları ikinci olmaq istəyər, amma əgər əvvəlki format qalsaydı, iki komandalı format, artıq bu oyunun əhəmiyyəti Avstriyasında yenə başqa cür olacaqdı, amma artıq Əlcəzair futbolçuları 2 qat döyüşəcəkdi. Amma psixoloji olaraq sən bilirsən ki, bir xal sənə kifayət edir və ya turnir cədvəlidir beləcə, artıq bu qrup mərhələsinin sonudur və müəyyən qədər artıq elə hansı dövrdə elektron olaraq da bilirsən ki, sən bu nəticə ilə neçənci olacaqsan və futbolçulara məlumat versən, artıq onlar da ona uyğun mübahisə aparırlar. Yəni bəzən güc qoyub, belə turnirdə bu oyuna güc qoyub, sonraki oyunda işi çətinə sala bilərsən. Hansısa bir kartdan, beləcək, zədədən yayınırsan, özünü sxortalayırsan.
Yəni razılaşma başqa bir məsələdir, amma sırf bu yanaşmalar var. Biz dünənki oyunlarda, sırağan günkü oyunlarda gördük ki, məsələn, Paragvay Avstriya ilə oynayıb. Birbaşa 0-0 oynanacaq oyun idi, oynadılar. İsveç Belə mübarizə aparmalıdır. mən də elə belə də, yəni Məqsəd İkisinə də xalas, bax Xorvatiya qana heç ikisinə də sərf edir. Biri ikinci ola bilər, biri üçüncü ola bilər. O başqa məsələ. Amma ikisi də çıxır da, yəni qrupda. Əlcəzair Avstriya oyunu heç ikisinə də sərf edir. Həm özlərini qoruyurlar, həm məncə daha maraqlı oyun İordaniya Argentina. hə, Yordaniya Argentina oyununa keçək. Çünki Messi baş məşqçi Scaloni Messiyə istirahət vermək istəyib. O mediada belə yazılmışdı. Amma Messi baş məşqçiyə deyib ki, mən oynamaq istəyirəm, çünki daha çox qol vurmaq istəyirəm. Mən düşünürəm ki, Messi bu 10 top vurmaq istəyir ən az. Vura bilərmi? Messi Oyun sayı da çoxdur. sadəcə bu belə şey baş məşqçinin qərarı olacaq, heyət necə olacaq? Sən düşünürsən ki, Scaloni Messinin dediyinə Scaloni əksini deyəcək bir fikir söyləsin? Məncə belə bir məsələ də var ki, onlar istirahətə də ehtiyacı var. Messi daim 3 gündən bir belə desək, bundan sonra artıq oyunlar 3 gündən birə keçir təqribi. Yəni təqvim sıxlaşır. Rəqiblər zədələyə bilərlər Messini. Yəni orada Yordaniyalı futbol, yəni ümumiyyətlə futbolda da belə hallar ola bilər. Məncə Scaloni bu amilləri də düşünür. Messi artıq əvvəlki qədər güclü deyil. Daim biz onu Inter Miami heyətində görürük. Öz ölkəsində çıxış edir. Demək olar ki, MLS-də çıxış edir. O da Amerikada oynayır. Yəni yenə də artıq fiziki güc, yaş o dövr deyil. Hətta biz Ronaldo'nun özündə görürük ki, artıq bədəni nə qədər fiziki güclü olsa da, özünə alışıb yansa da bəzən artıq bədəni onun beyninə cavab vermir. O eyni onun istəklərini reallaşdırmır. Burada da indi belə desək. Yəqin ki, birinci hissə meydana start heyətdə buraxar və görər ki, oyuna alınar. Yordaniya millisi də elə bir millidir. Mənə qədər 45 dəqiqə oynatmaq. 2 dənə vura bilər, 3 yəni dənə vura bilər. Artıq Messi məncə tarixə keçib. Yəni bundan sonra yenə qol vurmaq məncə Messinin məqsədi olmamalıdır. Əgər sən ümumiyyətlə də yəni artıq elə bir yaşdır ki, burada artıq özünü qoruya-qoruya komandanın çempionluğu əsas məqsəddir. Mən düşünmürəm ki, indi yəni Messi də bunu fikirləşər ki, yəni biri var hansısa bir oyuna görə çempionatda qurban vermək olmaz, güc itirmək olmaz və bundan sonra gələcək Capo Verde'nin oyunda çox çətin olacaq. Çünki rəqib bildiyiniz müdafiə futbolu oynayacaq. Düzdür, Argentina millisi üçün rəqibin müdafiəsini yarmaq elə də çətin deyil. Biz bunu Avstriya oyunlarda da gördük. Sadəcə artıq rəqib tam qapanmış komanda olacaq və ona görə də güc çox sərf olunacaq və belə məqamda Messi kimi təcrübəli futbolçuların güclü olması, dözümlü olması, hazır olması lazımdır. Məncə fürsətdir ki, Messi istirahət eləsin. Çünki bundan sonra play-offda artıq Messinin istirahət etmək imkanı olmayacaq. Ola bilər hansısa görüşdə 2-3 set top fərqli bir üstünlük olarsa ona əvəz etmək olar, amma yəni, o da bəlkə də 20 dəqiqə, 30 dəqiqə, bilməm, indi onun fiziki vəziyyətini biz bilmirik. O 20-30 dəqiqə ona nə qədər kömək edə bilər istirahətə filan. Amma məncə Messinin riskə getməyib azarkeşlərini sevindirmək üçün fürsəti var. Yəni çempionluqdur. Məncə o daha dəyərlidir. Çünki qol rekordları elə bir şeydir. Bir gün gəlir, hər kəs o rekordları qırır. Çempion olan futbolçu olmaq daha tarixə düşəcək. Argentina hətta belə desək artıq onsuz da ilahiləşib öz ölkəsində futbol dünyasında biraz da artıq nüfuzunu artıracaq və bəlkə də bu onsun Nida ilə bir karyerasına vidalaşmaq demək. Belə Heybət bəy, çox sağ olun. Dəvətimizi qəbul ediniz, gəldiniz. Bugünkü oyunlardan sonra yenə deyirəm, qrup mərhələsi başa çatır. Növbəti mərhələlərdə də görüşərik inşallah. Dəvətimizi vaxtımız olsa qəbul etsəz. Bizə ayrılan vaxt başa çatdı. Sağ olun, salamat qalın. Gələn görüşlərdə görüşmək üzrə.